Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in. La havle ve la kuvvete illa billahil aliyyil azim ve sallallahu ala seyyidina Muhammedin ve ala ali beytihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Tebareke ve Teala Kur'an-ı Kerim'de buyurur. Bismillahirrahmanirrahim. Kâle Rabbi enna yekûnu li gulam ve kânet imraeti âgiran ve kad belagtu minel kiberi itiyen. Kâle kezâlike kâle rabbuke huve aleyye heyyunun ve kad halaktuke min qablu ve lem teku şey'a. Kâle Rabbi cealli âye ila ahiril âyat. Sadakallahul aliyyul azim. İnşallah bir neçə dəqiqə ki, mövzu olar. Kur'an-ı Kerim'in bu ayəsinin barəsində olar, ayələrinin barəsində olar. Əlbəttə, ayələrin barəsində danışmamışdan qabaq, ağa məclisdə huzuru var. Allah Teala o ve onun timsalında olan bütün din xadimlərin vücudun bir bala eləsin inşallah Teala. Salamatçılıqlarına salavat deyək. Ayələr Kur'an-ı Kerim'in Məryəm surəsindəndir. Kur'an-ı Kerim'in bir neçə yerində Allah Teala bu əhvalatı xülasə şəkildə qısa barəsində məlumat verir. Əhvalat cəm eləmək istəsək bu formadadır ki, xanım Məryəm salamullah aleyha o qədər pak məqama çatmışdı. Allah artıq onsun yemək göydən yemək nazil eləyir. Kur'an-ı Kerim buna işarə edir, buyurdu ki, Zəkəriyyə Peyğəmbər xanım Məryəmin yanına daxil oldu, dedi ki, ənna ləki haza, bu hardandır bu yeməklər? Dedi, Allahın yanındandır. Allah Teala istədiyinə ruzu verər. Həzrəti Zəkəriyyə Peyğəmbərin də əleyhissalatu vəssalamın və alə nəbiyyina və alihin də bir məsələsi var. Allah Teala cəm övlad arzusunda olanlara övlad nəsib eləsin inşallah Teala. Sağlam və salih övladlar nəsib eləməklə onları sevindirsin inşallah Teala. Övladı olmurdu. Xanım Məryəmin sanki elə bir bu sözü ona biraz da belə deyək, Allah'tan istəməyə cəsarət verdi. Deməyin, peyğəmbərlərdilər, istəmirlər bəyəm. Biz elə fikirləşirik, Allah'tan istəmək bəzən, məsələn, Allah'dır da, gedəcəm, əlimi qaldıracam, hər nə gəldi dua eləyəcəm, amma Allah övliyaları bu məsələdə biraz ehtiyatla davranırmışlar. Məsələn, Əyyub Peyğəmbərin barəsində bu misalı başa salmaq üçün, məsələni başa salmaq üçün, Əyyub Peyğəmbərin barəsində danışırlar, Allah Teala bəla göndərib imtihanını, məqamın qaldırmaqdan ötəri 10 oğlu bir günün içərisində deyirlər, öldü. Əlin qaldırıb şikayət eləmir. Varı dövləti vardı, deyir, bir dəfə də süfrə açardı, 400-500 nəfər gələrdi, onun süfrəsində iştirak eləyərdi. Varının dövlətinin sayı hesabı yox idi. Yəni özündən sonra istədim, bəlkə də miqdarı bilməyəcəkdi. Yəni o qədər Allah Teala ona var dövlət vermişdi. Var dövlət də əlindən getdi, oğul uşaq əlindən getdi, sağlam bədəni var, sağlam bədəni əlindən getdi, dost, tanış filan, nə qədər vardısa hamısı, bağda əri vardı, salam melek vardı, sözünə oxşamasın, hamısı uzaqlaşdırdılar, qalıb tək-təkinə. Bir dənə ailə üzvləri qalıb, deyirlər ki, Yaqub Peyğəmbərin qızıdır da, onun yoldaşı. Ailə üzvləri qalıb. Gəldi bir nəfər dedi, axı əlvi qaldır Allah'tan şikayət elə, dedi, ilahi bu bəlalar nədir, sən mənə üst-üstdən verirsən, oğlanlarım öldü, var dövlət getdi, bədənimin xəstəliyi filan. Əyyub Peyğəmbər bilirsiniz nə cavab verdi, dedi, axı mən Allah'tan xəcalat çəkirəm. Dedilər, nə xəcalat çəkirsən, nə olub ki, nəyə görə xəcalat çəkirsən? Dedi, Allah bu qədər nemətləri mənə bu neçə vaxtı vermişdi, bir də əlimi qaldırıb demişdim ki, ilahi bunları mənə niyə vermirsən? Axı bərabərçilik olmayıb. Uzun illərdir nemət vermişdi, indi biraz da bəla verib. Qoy bəla ilə üzləşsin, belə sayı bərabər olsun, heç olmasa, onda mən biraz Allah'tan istəməyə utanmaram. İmam Peyğəmbər belə deyək, Allah'tan nəsə istəyən vaxtı belə şeyləri nəzərə alıb cəsarət
Məsələn, Əyyub peyğəmbərin bu əhvalatında bu formada. Yaqub peyğəmbərin əhvalatında Allah Teala buyurur ki, Yaqub peyğəmbər Sovmiyyə daxil olacaqdı. Xristiyan keşişi vardı orada. Gəldi dedi ki, Allahın salamı olsun. Üzr istəyirəm, hələ xristiyan keşişi İsa peyğəmbər hələ gəlməyib. Bir keşiş var orada. Sovmiyyənin içərisində ibadət edən bir ruhani var. Dedi, Allahın salamı olsun Xəlilə. Elə bildi İbrahim peyğəmbərdir. Dedi, mən Xəlil deyirəm, mən Xəlilin nəvəsiyəm. Onun oğlu İshak var, İshakın oğlu mən Yaqubam. Dedi, sənin saçın saqqalın ağappaq olub ki. Dedi, bilirsən nə qədər dərd qəmlə üzləşmişəm. Bir dənə ağzından belə bir söz çıxdı. Cəbrail əleyhissalam nazil oldu, dedi, Allahı cəmaatımı şikayət eləmək istəyirsən. Heç Yaqub peyğəmbərin belə bir fikri yox idi. Sadəcə olaraq dərd, qəm çox olmağından saçına dən düşməyi barəsində o kişiyə məlumat verdi. Ondan sonra ağzını açıb şikayət eləmədi. Ta üstündən uzun illər keçdi. Günün birində bu, belə deyək, Yaqub peyğəmbər övladını gözündən getdi. Yusuf peyğəmbər əlindən çıxdı. 30 neçə il, bir 40 ilə qədər Yusuf peyğəmbərdən uzaq oldu. Sonda əlin qaldır. İnnəmə əşku bəssi və huzni ilallah. Mənim dərdim, qəmim olsa Allaha şikayət eləyərəm. Belə bir söz dedi. Yəni Allaha dedi, ilahi, gəlmişəm, mənim övladımı mənə qaytarırsan. İmam peyğəmbərin istəkləri bəzən görürsən ki, bizim hesabımıza, kitabımıza yatmayan bəzi şeyləri onlar nəzərə alıblar. İndi deyəndə ki, cəsarət tapdı xanım Məryəmin bu əhvalatından sonra, indi Allah bilər bunun da nə səbəbləri varmış, niyə istəmirmiş. Dedi, gəldi, girdi mehraba. Həmən vaxtı da Zəkəriyya peyğəmbər qoca yaşlarındadır. Çox qocalıb deyir. Gəldi, əlin qaldırdı. Quran-ı Kərim buyurur, əllərin qaldırdı. Dedi ki, Rabbi la təcəlni, Rabbi cəlni, məni tək qoyma. Rabbi la təcəlni bila varis. Təxminən bu məzmunda ayədir. İlahi, məni tək qoyma. Sən varislərin ən gözəlisən. Yəni, övlad istədi özü üçün. Allah buyurur ki, ya Zəkəriyya, ardınca Zəkəriyyə peyğəmbər əlin qaldı, yarisuni və yarisu min ali Yaqub, Rabbi həbli min lədunkə vəliyyə, mənə öz yanından bir dənə vəliyullah nəsib elə. Sonra buyurdu ki, məndən və ali Yaqubdan irs aparsın, ilahi özünün razı olduğun, övlad istəyəndə necə istəyəcəklər, onun da qaydasını öyrədir. Yəni, elə belə mənə övlad ver, yox, özünün razı olduğun övlad ver. Böyründə duasını deyilir. Tək övlad istəmirəm. Sənin razı olduğun sağlam, salih övlad ki, dualarda eləyirik. Qurandan, hədislərdən süzülmüş, bizə öyrədilmiş bir duadır. Allah buyurur ki, o ki, bu cürə pıçıltı ilə dua elədi, İznada Rabbahu nidan xəfiyyə. Biz ona Cəbrail əleyhissalamı nazil elədi. Cəbrail əleyhissalam ona buyurdu ki, Allah sənə müjdə verir, sənin bir dənə oğlun olacaq. İndiyənə qədər heç kəsə həmən adı qoymamışıq, onun adını qoyarsan Yəhya. Allahın peyğəmbəri olacaq, Allahın razı olduğu olacaq, sənin elə dua elədiyin kimi. Danışmaq istədiyimiz hissə bilirsiniz nədir? Zəkəriyyə peyğəmbərə Allah Teala bunu müjdə verir. Zəkəriyyə peyğəmbər dərhal özünə bir növ belə deyək, təəccüb gəlir. Mənim övladım olacaq. Mənim övladım olacaq. Mən qoca yaşına çatmışam. Mənim xanımım da elə bir yaşa çatıb ki, o yaşda qadınlar daha övlad dünyaya gətirmirlər. Mən özüm də qocalmışam, xanımım da övlad dünyaya gətirən yaşda deyir. Allah Cəbrail əleyhissalamın vasitəsilə cavab verdi ki, Allahın iradəsi hər hansı bir şeydir. Olsa, Allah Teala ona bir dənə sadəcə olaraq deyər, ol, o da olar. Danışmaq istədiyim hissə bu, necə deyərlər, mövzunun bu hissəsi barəsindədir. Zəkəriyyə peyğəmbər əlin qaldırıb Allahdan elə bir şey istəyib ki, insanların nəzərində o qeyri-adi bir şeydir. Bunu tam başa düşmək üçün hökmən bir müqəddiməyə bizim ehtiyacımız var. Kitablarda, əqaid kitablarında, fəlsəfə kitablarında, məntiq kitablarında da ola bilsin bu mövzuya rastımıza düşsün ki, vacibəl vücud, mümkünəl vücud, mümtəniyyəl vücud adında bir bəhs var. Allahı orada əslində vücudla başa salmaq.
var olan varlıqların barəsində bölüm aparır və sonra da nəticədə Allahı başa salmaq istəyir həmən bu bölümdə. Amma yorulmaya deyə Peyğəmbərə salavat deyək. Muhammed və Ali Muhammed. Deməli, bu mövzunun barəsində danışanlar deyirlər ki, dünyada var olan varlıqlar, vücudlar üç hissəyə bölünür. Ya vacib vücudlardır, ya mümkün vücudlardır, ya da qeyri-mümkün. Hansı ki biz onları öz dilimizdə istifadə edirik. Mümkündür filan şey. Cavab verirsən ki, mümkündür və yaxud qeyri-mümkündür. Əslində həmən bu bəhsdən süzülüb gəlmiş iki dənə kəlmədir. Həqiqətinə də bəlkə də varmamış indiyənə qədər. Mümkün vücudlar o vücudlara deyirlər ki, onun var olmağa da və olmamağa da çıxarı eynidir. Yəni 50-50-yədir. Bu şey ola da bilər, olmaya da bilər. Məsələn, mən mümkün vücudam, sən mümkün vücudsan. Kainatda nə varsa hamısı mümkün vücudlardılar. Yəni, ola da bilərdi, olmaya da bilərdi. Mən hökmdür bəyəm olaydım, olmaya da bilərdim. Sən hökmdür bəyəm olasan, olmaya da bilərdim. Hər hansı bir, məsələn, daş, kəsək, hər hansı bir şeyə, əşyaya əlvi uzatsan, hamısı mümkün olan varlıqlardılar. Əlbəttə, geniş şəkildə danışmayacaq bunun barəsində, sadəcə olaraq qısa şəkildə. Və bunun müqabilində iki dənə başqa vücud da var. Qeyri-mümkün. Qeyri-mümkün nədir? Deyirlər ki, o vücudlardılar ki, onlar heç vaxtı ola bilməz. Mümtəniyəl vücud və yaxud qeyri-mümkün. Misalı nədir? Dünyanı sal yumurtanın içərisinə, nə dünya balacalaşsın, nə də yumurta böyəsin. Belə bir şey eləyə bilərsən. Və yaxud Allah Teala buyurur ki, onlar o vaxtı cənnətə gedərlər ki, cəhənnəmdən çıxarlar ki, dəvə iynənin deşiyindən keçsin. Həmən bu misaldır. Dəvə iynənin deşiyindən keçməyə mümkündür. Nə dəvə balacalaşsın, nə də iynənin dəliyi böyəsin. Dəvəni iynənin deşiyindən keçirdin, dəliyindən keçirmək olarmı? Bu şey qeyri-mümkündür. Bunun, məsələn, bizim dərdimizdə bu məsələni bilmək harada dəyəcək ki, Allahın hər şeyə qüdrəti var. Əks müqabil tərəfdə də bir dənə də vücud var, vacib vücud. O vücud ki, mümkün deyil, o vücud ki, qeyri-mümkün deyil. Bütün mümkünlər ki, biz biraz qabaq dedik, var olmağa da çıxarı 50 idi, olmağa da, olmamağa da çıxarı 50 idi. Amma bunun olmağı üçün buna bir dənə təkan verən qüvvət lazım idi. Həmən təkan verən qüvvətin adına biz nə deyirik? Səbəbul əsbab, bütün səbəblərin səbəbi. Hansı ki, hamısı axırda gedib ona dayanır, ona söykənir, həmən vücudun adına nə deyirlər? O olmasaydı, heç nə olmazdı. O vücudun adına nə deyirlər? Vacibəl vücud deyirlər. Hansı ki, Qur'ana müraciət eləsən, fəlsəfəçilər, məntiqçilər buna vacibəl vücud deyirlər, amma dini terminlərə müraciət eləsən, həmən vücudun, həmən varlığın adına nə deyirlər? Aləmlərin Rəbbi olan Allah deyirlər. Hamısının o xəlq eləyib, heç nəyə ehtiyacı yoxdur, amma hamısının ona ehtiyacı var. Amma mümkünəl vücud, mümtəniyəl vücud, vacibəl vücud, bu bəhsi bilməyimiz bizim dərdimizə hasən dəyəcək. Sizə ola bilsin, kimsə gəlsin, bir irad tutsun. Elə bir dənə sual, ateistlər gəlirlər, bəzən sual soruşurlar da. Bu məsələni bilmədiyinə görə bir də görürsən ki, şiyə balası şiyə qalır beləncə, gözlərində biraz çırpırın qabağında. O da gülə-gülə çıxır gedir, görürsən, bax, ram elədim, məğlub elədim onu. Amma bu məsələni biləndən sonra sən ona cavab verəcəksən. Gəlir, deyir, Allah Teala hər şeyə qadirdir. Sən deyirsən, bəli, innəllaha alə kulli şeyin qadir. Allah Teala hər bir şeyə qadir olan Allahdır. Deyir, onda sən, Rəbbin ki var, özü kimi bir dənə Allah yarada bilər. Nə deyəcəksən ona? Allah hər şeyə qadirdir, amma hər mümkün olan şeyə qadirdir. Allah kəlməsinin mənası nədir? Heç nə ehtiyacı yoxdur. Hamısının ona ehtiyacı var, hamısını o xəlq eləyib. Sən ki deyirsən Allah yaratsın, axı yarandısa o Allah ola bilməz. Bunun özünün tutumu yoxdur Allah olsun. İkinci yaranmışın özünün tutumu yoxdur Allah olmaya. Allah hər bir şeyə qadirdir. Amma sənin dediyin şey özünün belə qabiliyyəti yoxdur ki, gəlib onu həyata keçirsin. Allah Teala elə bir dənə daş yarada bilərmi ki, onu qaldıra bilməsin?
Bu sualların hamısını verirlər ha. Sən bu bəhsi bilsən, biraz qabaq danışdığımız qısa bu işarə elədiyimiz bəhsi bilsən, cavab verəcəksən ki, Allah Teala hər bir şeyə qadirdir, amma hər bir mümkün olan şeyə qadirdir. Amma sən dediyinsə o qeyri-mümkünlərin siyahısındadır. Onun özünün qabiliyyəti yoxdur. Ola bilsin başqa bunun misalları da, sualları da olmuş olsun ki, bu məsələnin içərisində artıq biləndən sonra ona cavab verə biləcəksən. Məsələ tam əgər aydın olmağa, belə necə deyərlər, biz çalışdıq ki, aydın eləyək. Əgər başa salam formada bir izah eləmişiksə, Peyğəmbər Ali Peyğəmbərə salavat deyək. Allah Muhammed və Ali Muhammed. Bu məsələyə niyə işarə elədim? Zəkəriyyə Peyğəmbərin əhvalatını Allah Teala danışarkən buyurur ki, Zəkəriyyə Peyğəmbər insanların nəzərində qeyri-adi bir şey istəmişdi. Bizə elə gəlməsin ki, qoca kişi övladı ola bilməz. Bir qadın ki, uşaq dünyaya gətirmək vaxtı keçib, uşaq, məsələn, insanların nəzərində bu dünyaya uşaq gətirmək daha mümkün deyil. Bizsin mümkün deyil bu. Amma əgər qeyri-mümkünlərin sırasında deyirsə, Allah üçün bu şey mümkündür. Bizim nəzərimizdə budur ki, əlimizi odun içərisinə salsaq, od mümkün deyil ki, onu yandırmasın. Biz belə deyirik. Amma Allah üçün bu qeyri-mümkün deyil. Allah üçün mümkündür. Atarlar İbrahimi odun içərisinə, deyər, od İbrahim üçün əmin-aman və sərinlik ol. Od İbrahimi yandırmaz. Bıçaq, məsələn, beləncində ətə sürtülsə, kəsər. İti bıçağın ətə sürtülsün, kəsməsin, bizim nəzərimizdə bu şey mümkün deyil. Amma Allahsınsa qeyri-mümkün deyil. Allah istəsə, olar İbrahim Peyğəmbər İsmailin boğazına nə qədər sürtdü, bu şey baş vermədi. Zəkəriyyə Peyğəmbər əllərin qaldırıb Allahdan ki, dua istəmişdi. Zəkəriyyə Peyğəmbər əslində burada bizə bir dənə gözəl bir uslub öyrədir. Sən bu günləri gəlmirsən, aləmlərin Rəbbinin huzurundasan, Allahdan istəməyə qorxma. İnsanların nəzərində hətta qeyri-mümkün olacaq şey də olsa, onu Allah üçün mümkündürsə istəyə bilərsən. Zəkəriyyə Peyğəmbər bizə onu öyrədir. İnsanların nəzərində Zəkəriyyə Peyğəmbərin övladı ola bilməzdi, bu qadının uşağı ola bilməzdi. Amma Zəkəriyyə Peyğəmbər insanların nəzərində qeyri-mümkün olanı Allahdan istədi, yoxsa yox. Özü də istəyib və cəsarət eləyəndən sonra deyir, ilahi mənim uşağım olacaq. Və əmrəati aqir, mənim məsələn xanımım da uşaq dünyaya gətirən vaxtı deyir. Cavab nə gəldi? Allah istəsə olar. Əslində bu bizə biraz ürək-dirək verir. Görəsən mən Allahdan bu günləri filan duanı istəyəm. Dua gecəsində Allahdan görəsən filan duanı istəyəm. Görəsən mənə layiqdir həmən dua. Görəsən Allah Teala verər mənə. Axı bu insanların nəzərində qeyri-mümkündür. Əlimə hər yerdən üzmüşəm. Əlivə hər yerdən üzmüsən, amma Allahsınsa mümkündür bu. Qeyri-mümkünlərin sırasında deyir ki, əgər qeyri-mümkünlərin sırasında deyirsə, mümkündürsə, onda Allahdan cəsarət eləyib istəyə bilərsən. Amma bir dənə şərti var. Zəkəriyyə Peyğəmbər dua eləyən vaxtı birinci nə dua elədi? İlahi, mən övlad istəyəcəyəm. İnsanların nəzərində bu qeyri-mümkündür, amma sənsin mümkündür. Bir mötəzənin arasında sanki bu sözlər yazılıb. Onu sənin razı olduğun işlərdən elə. Yəni, layiq qərar ver, ondan sonra həmən duanı mənim baramda qəbul elə. Sən də dua eləyəcəksənsə, bu cürə dua eləyək. Mən də dua eləyəcəyəmsə, bu cürə dua elə. İlahi, bütün duaların xeyirlilərinə məni layiq qərar ver, sonra ilahi, məni öz qapından boş qaytarma. Həmən dualardan mənə də verginən. Sənin salih bəndələrin səndən nə istəyiblərsə, mən də istəyirəm. Sənin müxləs bəndələrin sənə nəydən pənah aparıblarsa, mən də pənah aparıram. Axı, onların cərgəsində deyirəm. Nə olsun onların cərgəsində deyirəm. Onlara əta eləyən Allah sənsən, mən səndən istəməyə gəlmişəm. Dedi, Hatəm-i Tayinin yanına gəldilər. Hatəm-i Tayi ərəbdə kəramət, səxavət misalı olan bir dənə adamdır. Bugünkü günə qədər səxavət, kəramət misalı vuranda İmam Peyğəmbərdən uzaq olan adamlar onu misal gətirirlər. Onu misal gətirirlər. Deyir, Hatəm-i Tayi kim qapısına gəlsəydi, boş qaytarmazdı. O qədər varlı kişi idi və səxavətli də mərd kişi idi, cömərd kişi idi.
Xulasa bir dənə ərəbin biri gəldi, dedi ki, Hatəmlə görüşmək istəyirəm. Zahirən Yəhudi məzhəbi idi. Dini inancı İbrahim peyğəmbərin nazil olmuş, onun necə deyirlər, Musa peyğəmbərin dininə etiqad bəsləyənlərdən idi. İndi qulluqçusu dedi ki, ağam içərdədir, çıxsın, narahat olma, sənin istəkləri verəcək. İndi qulluqçunun başı qarışdı, bu gələn ərəb başını saldı çadırdan içəri, gördü ki, Hatəm əllərini qaldırıb, gözlərini yumdu və ilahi boğada cəmaat gəlirlər mənim qapıma, nə olar, mənə ver, mən onlara verim, cəmaat mənim qapımdan kör peşman qaytarmasınlar, qayıtmasınlar, onların yanında məni xəcalatlı eləmə, deyir, ağlayır, bu ərəb çıxdı, üz tutdu getməyə, qulluqçusu dedi ki, hara gedirsən, ağam indi çıxacaq, səni yola salacaq, dedi ki, o kimə müraciət edirsə, mən də gedirəm, ona müraciət eləmək, onun yanına gedirəm. O kimə üz tutubsa, mən də onun yanına gedirəm. Zəkəriyya peyğəmbər, salih bəndələr, muxlas bəndələr ki, biraz sonra bayram olan vaxtı qunutda oxuyacaq, sənin muxlas bəndələrin sənə, min məstəazə minhu ibadəkəl muxlasun, sənin muxlas bəndələrin nəyə pənah aparıb? İlahi, mən həmən cərgədə ola bilsin, döyürəm, amma onlara əta eləyən sənsən, səni deyib gəlmişəm, nə olar, mən qapından boş, qaytarma. Dua gecəsində, əslində, əlbəttə, dua eləmək lazımdır. Yəni, deyirəm, şərtləri, şurutları var. İlahi, bizi birinci həmən dualara layiq qərar ver, sonra bizi həmən dualara qovuşdur ginən, həmən hacətlərimizi bizə əta elə ginən. Bu, Allahın bizsin, yaratdığı, belə deyərdir, rəhmət qapısıdır, şans qapısıdır. Necə adlandırırsan, adlandır. Allah Teala insanların nəzərində qeyri-mümkünləri belə verməyə, bizə hazır olmağın ayələrini, ayələr elə-belə boş mənasız yerə nazil olmayıb ki, hamısının səbəbi varsa, mesajlardan, xəbərlərdən, yəni bizə çatdırmaq istədiklərindən biri də, necə deyərlər, sətir altı mesajlardan biri də budur ki, bəs Allah Teala insanların nəzərində olan sidqi qəlbi ilə istəsən, Allah Teala verər. Allahdan əlvi üzmədən istə, Allah Teala ona güvənənləri heç vaxtı tək qoymur. Allah da bizim barəmizdə bütün dualarımızı qəbul, müstəcab eləsin inşallah Teala. Əhl-i Beytin barəsində də danışanda Allah Teala bizsin elə imam peyğəmbər qərar verib ki, vallahi biz onun deyərdim ki, şükrün nə qədər eləsək azdır, ödəyə bilmərik. Nəyə görə ödəyə bilmərik? Təsəvvür elə, mən yaransaydım, Allah Teala məni yaratsaydı Kitayın hansısa dağ kəndində, bu meşənin qırağında, çölün qırağında filan. İlahi, mən gəlmişəm bir günləri Əli məhəbbəti ilə yaşayıram, xanım Zəhra məhəbbəti ilə, İmam Hüseyin məhəbbəti ilə. İndi birdən məni oralarda yaratmış olsaydım, mən səni tapmağa görəsən bu cürə rahat şəkildə evdə gözümü açmışam, Hüseyin vay deyiblər, dədəmdən görmüşəm, nənəmdən görmüşəm, atamdan, anamdan, belə el, oba, hamısında görmüşəm. İndi birdən elə bir dənə cəmiyyətin içərisində yaşamış olsaydım, ilahi şükür olsun sənə ki, məni belə bir dənə məntəqədə xəlq eləmisən, belə bir dənə kətdə, qəsəbədə, rayonda, şəhərdə xəlq eləmisən ki, orada mən səni rahat şəkildə tapdım. Şükür olsun sənin əzəməti və şükür olsun sənin böyüklüyü və mən əlini görəsən hardan tapardım yoxsa. Birdən geçsəydim məsələn, o yerlər ki, Əlidən uzaq yaşayırlar, Əliyə nifrətlə, Əli deyənlərin başını kəsirlər, öldürürlər filan. Həmən adamların içərisində yaşamış olsaydım, mən görəsən əlini tapa biləcəkdim. Şükür olsun ki, əlini. Allah Teala mənə imam qərar verib. Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi mənsin imam qərar verib. Elə imamdılar, insanların nəzərində qeyri-mümkünlər hamısı bularsın mümkündür. İnsanların nəzərində qeyri-mümkünləri Allah Teala bularsın mümkün edib. Buyurur, Həzrət Əli əleyhissalamın gecəsidir, bu günləri zərbətlənən gecəsidir. Buyurdu ki, minbərə çıxmışdı, dedi ki, səluni qəblə ən təfquduni. Məni itirməmişdən qabaq məndən soruşun. Mən göyün yolların, yerin yollarından yaxşı bilirəm. Bilirsiniz nə böylüydə iddiadır? Həmən dövrdə ki, cəmaat belə deyək, güclə yazıb oxumaq filan bilə bilirlər.
astronomiyadan, özü də elə yollardan danışır ki, deyir, soruşun, mən göyün yolların, yerin yollarından yaxşı bilirəm. Əgər ləyaqətiniz olsa, ayağınızın altından bir su çıxartaram ki, ondan işıq alarsınız. Başladı, ularsın belə qeyri-adi bəzi şeylərin barəsində. Kəlamına səbun müstəsab. Amma bizim kəlamlarımız biraz çətindir. Hər kəs onu başa düşə bilmir. Özünüzü biraz hazır eləyin, biz sizsin onlardan danışaq. Ya Ali, biz sən hələ biraz danış, baxa görək, sən kimsən, nə deyirsən? Dedi, ənəl əvvəl, ənəl axir, ənəl zahir, ənəl batil. Dedilər, vay, Əli küfr eləyir. Allahlıq iddiasındadır. Durdular, haykü ilə ki, çıxsınlar, qapılar bağlandı. Dedim sizə, bizim kəlamlarımız biraz çətindir, hər adam bunu başa düşə bilmir. Mənəm əvvəl, mənəm axir, Peyğəmbərə ilk iman gətirən mənəm və onun yanında ən axırıncı olan mənəm. Qur'anın zahirini də bilən mənəm, batinin də bilən mənəm. Bunlarsını izah eləyəndən sonra gördünüz, tutum olmayanda siz ləyaqətsiz şəkildə davranırsınız. Əli elə davranır. Tarix kitabları yazır ki, Əli əleyhissalamın xilafəti dövründə Küfədə, demirəm kasıb yox idi, elə bir dənə proqram qurmuşdu ki, heç kəs evində ac yatmırdı. Hətta xarabalıqda gözü kör olan bir dənə dilənçi var, hər gecə özü yemək aparır onsun. Özü onsun yemək aparır. Yolla gedir, görür ki, bir nəfər kör dilənir. Soruşdu, bu kimdir? Dedilər ki, bir dənə xristiyandır. Dedi, mən sizdən onun dinini soruşmadım. Cavanlığında istifadə eləmişsiniz, qocalanda yola mı atırsınız? Niyə bu dilənir? Gedin Beytülmaldan bulsun, maaş ayırın, hər ay gəlsin, götürsün, özünü dolandırsın. Niyə dilənməlidir? Yolla gedir, görür ki, bir dənə qoca arvad su, qabın, gücü də çatmır, yavaş-yavaş sürüyə aparır. Dedi ki, ay ana, gəl sənə kömək eləyim. Sağ ol, ay bala, gəldi kömək elədi, kimsən, nəçisən? Başladı bundan hal-ahval soruşmağa, dedi ki, bəs yetimlərimiz var evdə. Atalarına nə olub? Müharibədə öldü. Əlinin tərəfdarlarından idi, döyüşdə öldülər. Nə işiniz var, nə yiyirsiniz, nə içirsiniz? Elə belə Allah nə versə ondan. Dedi, mənə icazə verirsiniz, mən gedim bazara sizsin, bazarlıq eləyəm. Dedi, Allah köməyin olsun. Getdi, bazarlığı elədi, gəldi, dedi ki, çörək yoğura bilərsən? Dedi, bala, yoğuraram, intası təndirə kim yapacaq? Mənim halım yoxdur axı. Dedi, onda mən təndiri qalayım, sən yoğur, hazırla, mən yaparam. İndi təndirin şöylələri, odun şöylələri deyib, qalxır, deyir, ya Əli, Allaha nə cavab verəcəksən? Yetimlər yaddan çıxır. Bu yetimlərin barəsində soruşacaqlar axı. Bunlar belənçi deyir, Əli əleyhissalam ağlaya-ağlaya təndirə çörək yapır uşaqlarsın. Qonşu arvad gördü. Ki, bilirsən bu kimdir sənin həyatında ki, yox, bir dənə Allah bəndəsidir, yaxşı adamdır. Allah ondan razı olsun dedi, zamananın xəlifəsidir, müsəlmanların dövlət başçısıdır. Gəlib sənin qapında, sənin balalarınsın, uşaqları çiyninə otuzdurub oynayır onlarla. Əli belənçi bir dənə xəlifə idi, Əli belənçi bir dənə imam idi. Ağlayır. Uşaqların hamısını alır. O qədər gözəl xəlifədir, o qədər gözəl imamdır, o qədər gözəl rəhbərdir, o qədər gözəl, nə qədər gözəllik deyirsən, hamısı sənin, mənim imamım Əlidə yığışıb qalıb. O vaxtı birindən dedi ki, Əli deyir, çox belə təəccüblü adamdır. Gedirsən, şair yanına gedəndə, baxırsan, görürsən, elə bir dənə şairlə danışırsan. Əlinin divanı adamın qabağına qoyurlar. Gedirsən, indi riyaziyyatdan, məsələn, bu dünyavi elmlərdən bəhs eləyən məsələlər, Əlinin barəsində kitabları qoyurlar adamın qabağında, ancaq Əlinin izah elədiyi elmi mövzular. Gedirsən, dini məsələlərdə əqzakum Əli, ən qəzavətliviz Əlidir, ən elmliviz Əlidir. Şücaət məsələsində baxırsan, ən şücaətliviz Əlidən daha şücaətli yox idi ki. Ən cəsarətli, ən pak, ən üstün. Nə qədər ənlər var, yaxşı cəhətə, hamısı Əlidə, Peyğəmbərin canişinində. Haqq olan canişinin ki, bizim iddiamız budur. Ənfusana, ənfusakum deyir. Onda cəm olub. Amma çox heyf olsun. Əli əleyhissalam dedi, Əddəhru nəzzələni. Dünya o qədər alçatdı. Dəhr məni o qədər kiçitdi. Axırda gəldilər, dedilər, Muaviyə üstündür, yoxsa Əli. Kimlə məni müqayisə eləyirlər bunlar? Əli bunları
cənnətə dəvət eləyir, Əli bunları Allaha dəvət eləyir. Digər tərəfdə isə gəlirlər cəhənnəmin qapılarını taybatay açıblar, ora dəvət eləyirlər. Amma insanlara qızıl veriblər, gümüş veriblər. Qızılın, gümüşün parıltıları bunların ağılların başlarından alıb, kimlərsə onlara həvəs göstərirlər. Amma paşlar hələ də ağlayırlar. Deyir, kaş Allah mənə elə bir dənə qüvvət verəydi, Əlini tanıyacaq, Əliyə layiq olacaq bir dənə dövrə aparaydım onu. Bunlar Əliyə layiq deyirlər, Əliyə zülm eləyirlər. Elə bir dənə səviyyə çatdı axırda İmam Əli əleyhissalam. Əli əleyhissalam deyir, məndən soruşun, göyün yollarını mən yerin yollarından yaxşı bilirəm. Ömər İbni Səd İbni Əbu Vaqqas. Ömər Səd ki deyirik, İmam Hüseyn əleyhissalamın üstünə qoşun gətirən Ömər Səd, onun atasının adı Səd İbni Əbu Vaqqas idi. Ki, həmən məclisdə o da oturmuşdu. Əli əleyhissalam deyəndə məndən soruşun, mən göyün yolların, yerin yollarından yaxşı bilirəm. Bu durdu, nə soruşdu bilirsiniz? Dedi ki, ya Əli, mənim dilim gəlməz ya, belə Əlinin barəsində bu sözü. Amma tarix kitabına düşüb, Əli əleyhissalam da orada möcüzəli bir cavab verir ona. Biri deyir ki, soruşdu ki, mənim başımda neçə dənə tük var? Biri deyir ki, yox, bundan da betərin soruşdu. Dedi, mənim uzun qulağımın quyruğunda neçə dənə tük var? Sanki elə bir məsxərə eləyir. Oğlu Ömər də oturmuşdu onun qabağında, dedi, sənə deməyəcəyəm. Başında, uzun qulağının quyruğunda nə qədər tük var, onun barəsində məlumat verməyəcəyəm. Amma sənə bir dənə başqa söz deyəcəm. Qabağında oturan bu uşaq, haçansa mənim balamın başını kəsəcək. Ömər Sədə deyərdilər ki, sən Hüseynin başını kəsəcək. Deyir, mən Hüseynlə dostam, Hüseynlə bir yerdə nə qədər oynamışam, mən ondan qardaş kimiyəm, başını kəsə bilmərəm onun. Ona qarşı bilənlər, bu əhvalatı bilənlər bildilər ki, Əli elmi imaməti ilə, elmi lədunnusi ilə xəbər verir. O qədər Əli əleyhissalamın ürəyini ağrıtdılar, təsəvvür edirsiniz. Əli əleyhissalam bunlar sizin nəydən danışır? Dedi ki, qarışqalar vadisi belə deyə, bir dənə vadidən keçdilər ki, qarışqaların dəstə-dəstə milyonlarla bir dənə sənədi verilişə baxırdım, həmən vaxtı da Afrika qəbilələri kənddən köçərlər. Yuvadan qarışqalar çıxırlar, həmən qarışqalar qabaqlarına nə çıxsalar, yeyə gedirlər. Ki, belə milyonlarla qarışqa. Xulasa, həmən bu qarışqaların yer dəyişmə belə bir şeydən rast gəldilər. O bördəki sahaba dedi ki, nə qədərdir say? Bunların sayını görəsən bilən var. Həzrət Əli əleyhissalam ona dedi ki, sənin böyründə bir nəfər qalıb, onun sayını da dəqiq bilir. Nə qədəsi erkəkdir, nə qədəsi dişidir, onun da sayını bilirəm. Dedim, sən bilirsən ya Ali. Dedi, bundan daha çoxunu bilirəm. Amma bu qədər çoxu bilən imam, Quran-ı Kərim bizə deyir. Quran-ı Kərim bizə buyurur ki, Süleyman Peyğəmbərin taxtı tacın, ki, Bilqeysin taxtı tacın Süleymansın gətirən Asif ibn Bərxiya ki vardı, onda kitabdan bir elm vardı. Amma Peyğəmbər sallallahu buyurur, müşriklərə, kafirlərə de ki, Quranın ayəsidir, sizlə mənim aramda şahid dayanmaqdan ötəri Allah şahid olsa mənzin bəsdir və kitabın elmi kimdədirsə, o şahid dayansın mənim bəsimdir. Kitabdan biraz elmi olan bir göz qırpımında taxtı tacı Somalıdan gətirdi Fələstinə. Kitabın bütöv elmi bir adamda olsa ona böylüyü də elm sahibidir. Bunu Quran bizə deyir. Bu cürə kişidən nə soruşmalıdırlar? Bu cürə kişidən necə istifadə eləməlidirlər? Dedi, 4 il neçə ay məsələn, 5 il olmadı. Nəhcül Bəlağa adında bir dənə kitabı qoyur ortaya. Hansı ki, Əli əleyhissalamın bütün hədisləri də hələ döyür. Fəsahətli, bəlağətli kəlamları yığışan, hansı ki deyirlər, ən mötəbər kitablardandır, ən fəsahətli kitablardan, ən bəlağətli. Qurandan sonra ikinci kitab, hansını göstərirlər? Nəhcül Bəlağanı göstərirlər, bütün müsəlmanlar. Deyir, 5 il olmadı, belə bir dənə kitab qoysaydı, indi onun üstünə 25 ili də gəlsəydi, 30 ilin içərisində Əli nə qoyacaqdı ortaya? Nə inədilər? Əlinin ürəyini qutardılar, belə deyək. Əlini quşanışın elədilər. Evinin içərisində oturmaq məcburiyyətində saxladılar. Ümmət olmayanda imamət xanənişin olur. Muhammed Şəhriyarın sözüdür da bu. Əlinin dalıca düşmədilər. Elə bir səviyyə gətirdilər. Həzrət Əli ibn Əbu Talibi da bezdiriblər. Deyir, döyüşə gedin.
Necə kişisiniz? Ey kişi yoxşayıb, kişi olmayanlar. Gözləyirsiniz ki, düşmən gəlsin sizin evlərinizdə təpi ilə vurub oyatsın mı sizi? Nə gözləyirsiniz? Düşmən gəlməmişdən qabaq gedin, öz ailənizi qoruyun. Niyə oturmusunuz? Qışda göndərdim, dediniz soğudu. İstidə göndərdim, dediniz ki, istidir. Hər dəfə bir bəhanə gətirməyə çalışdınız. Hər dəfə bir bəhanə gətirməyə çalışdınız. Əlini küfürdə iddia müttəhim eləyənlər, Nəhrivan, xavariclər filanlar elə bir səviyyə çatdırdılar ki, günün birində Əli çıxdı minbərə dedi: Allahumma inni məlaltuhum fəməlluni və səimtuhum və səimuni. İlahi, mən bunları bezdirdim, bunlar da məni bezdirdilər. Fəbəddilni bihim xayrən fəbəddilhum bi şərrən. İlahi, əlimi qaldırıb səndən dua eləyirəm. Bunların əvəzinə mənə daha yaxşısını ver. Mənim əvəzimdə isə bunlara məndən pisim qismət elə. Özüsün ölüm arzuladı. Ölüm arzuladı Əli ibn Əbu Talib. Məni dünya bir günə qoydu, məni Muaviyə ilə üzbəyiz elədilər. Bütün ömrü ibadətdə keçən, məsciddə dünyaya gəlib, Allahın evində dünyaya gəlib, Allahın evində şəhadətə yetib, dedilər Əli namaz qılır bəyəm, xalça uğramaya gedib bura. Şamda belənçi təbliğat aparmışdılar Əlini. Belə bir təbliğat aparmışdılar Əlini. Bir Allama Əminidən deyirlər. Deyirlər ki, mənim boynumda olan, cəmiyyətin içərisində olan vacibatım olmasaydı, ancaq gedərdim, vacibi ibadətlərimi yerinə yetirərdim, yerdə qalan bütün vaxtlarımı gələrdim, deyərdim, məzlum Əli, məzlum Əli, məzlum Əli, məzlum Əli. Deyirlər, Cəmal müharibəsində İndi Əli əleyhissalam üçün məktub göndərməlidirlər. Özlərinin səhv olmağını bilirlər. Bilirlər. Həzrət Əli əleyhissalam Cəmal döyüşündə çağırdı da. O Zübeyri çağırdı, dedi ki, yadında da sən qalmışdın, mənə həvəslə baxırdın, belə təbəssümlə baxırdın, belə necə deyərlər, ürəklə mənə tərəf belə bütün baxış tərəfi yönəltmişdin. Mən gələn vaxtı Peyğəmbər sənə nədir? Dedi, ya Zübeyir, Əlini istəyirsən, dedin ki, çox istəyirəm. Peyğəmbər sənə nədir? Dedi ki, vaxt gələcək, sən onunla döyüşəcəksən. Yadındadır bu söz. Bu sözü deyəndən sonra deyir ki, Zübeyir döyüşdən qayıtdı. Dedi, mənim yadımdan çıxmışdı. Mənim söz yadımdan çıxmışdı. Təsəvvür eləyin, həmən bu döyüşlərdədir. Döyüşlərdədir, bunlar özlərinin batıl olmaqlarını bilirlər. Oturdular, dedi ki, Əliyə məktub göndərək, güya Əli möizə eləyək. Məktubu kim aparsın? Bir dəstə adam dedilər ki, biz aparırıq. Bax, dedi, sən kimsən? Mən filan kəzəm. Yox, sən apara bilməz. Filan kəz dedi, mən aparırım. Yox, sən də apara bilməzsən. Hamısı Əliyə nifrət eləyən adamlardılar, ha. Amma nəsə bilirlər, ha. Nəsə bilirlər. İndi biraz sonra aydın olacaq. Biri durdu, dedi ki, mən apararam. Sən hardansan? Bir dənə uzaq bir dənə bölgə. Hansı geç vaxtı Əlini görməmişdi, Həzrət Əli əleyhissalamı. Dedi ki, atadan, anadan, dedi ki, hamısı Əliyə nifrət eləyənlərdirlər. Bizim tayfamız hamısı Əliyə nifrət eləyirlər. Bizi bu cürə bəyaldıblar filan. Baxdılar, dedilər ki, sən apar. Amma hələ də güvənmirlər. Hələ də güvənmirlər, deyir ki, belə bir şey eləyək. Biz sənə bir dənə dua öyrədirik. Həmən duanı içəri girəndən oxuyarsan çıxana qədər. İçəri girəndən oxuyarsan çıxana qədər. Deyir, nəyə görə? Çünki əlinin təsirinə düşməyəsən deyə. Əlinin təsirinə düşməyəsən deyə qorxuya düşdü. Əlinin təsirinə düşməyəsən deyə, axı səfiri öldürməzlər, Əli səfir öldürən deyir filan. Məktubu götürdü, gəldi, girdi içəriyə, Əli əleyhissalamın gözlərinin içərisinə də baxmır, gəldi belə məktubu uzatdı, getdi, çəkildi bir tərəfə pıçıltı ilə indi. Əli əleyhissalamın məktubun cavabını yazacaq, bu da aşağıda, indi başını salıb aşağıya, indi neçə təsbih deyəcək, Allah bilir. Onu deyir, bir də gördü ki, hamısı dönüblər buna tərəf baxırlar, Əli əleyhissalam da baxır. Əli əleyhissalam bunun dilaltı sakit oxuduğu duanı başladı bəkdən oxumaya. Dedi, sən hardan bilirsən bu duanı? Bu duanı Peyğəmbər öyrədəndə hamımız bir yerdəydik. Onlar bu duanı sənə öyrədiblər ki, mənim təsirimə düşməyəsən. Başını qaldırdı, Əli əleyhissalamın sifətinə baxdı, həmən bu kişi. Deyir, Əli əleyhissalamın sifətinə baxdı, baxıb Əli əleyhissalamı başqa bir cürə kimi, adam kimi qələmə vermişdilər. Qəddar bir adam, sifətində nur olmayan bir dənə adam. Nəsə belə, nə qədər bəd simalar varsa, hamısını Əli mübarəsində demişdilər. Baxdı, gördü, bu adamın sifətində o qədər nuraniyyət var. Bu adam axı deyilən adama oxşamır.
Bunun sifətində qəsavət yoxdur, bunun sifətində qəddarlıq yoxdur, bunun sifətində rəhmət var, mərhəmət var. Deyir, Əli əleyhissalam onun deyir, sifətinə bir dənə mərhəmət baxışı baxdı, bu kişi başladı ağlamaya. Tarix elə belə də yazır. Məktubu gətirən kişi başladı ağlamağa. Dedi ki, ya Əli, mən indiyənə qədər sənə nifrət eləyən adam idim, amma sənin üzvün nuru mənə valih elədi. Sənin bu baxışların mənim salatımı dəyişdi. Bütün xasiyyətimi sanki dəyişdi ya Əli. Mənə icazə ver, gedim onlardan kimin istəyən başını gətirim. Təsəvvür ediyorsunuz? Biraz qabaq Əliyə nifrət eləyən adam indi Əli əleyhissalama belə söz deyir. Yox, sən qasidsən. Məktubun cavabını apar, onlara çatdır, ondan sonra azadsan. İstəyərsən o tərəfdə qalarsan, istəyərsən gələrsən, bizə qoşularsan. Bunu danışmaqda məqsədim nədir? Bir baxışla günahkarın bütün, necə deyərlər, rəftarın dəyişən imam onun məclisinə gəlmişik. Əlimizi qaldırıb, sidqi qəlbi ilə başımızı salıb aşağıya. Biz də qəlblərimizlə Əli əleyhissalamın huzuruna geçsək, desək ki, ya Əli, nə olar? Baxdığın baxışlardan nə olar? Bir dən bizə də tərəf bax. Bizə də tərəf bax, bizim də qoy, necə deyərlər, rəftarımız, əgər tanımamışıqsa, bizi öz başımıza buraxmayın, gəlib sizi tapmaq istəyirik. Səni tapmaq istəyirəm, ya Əli. Peyğəmbər axı deyib, Əli haqlandır, haqq Əli iləndir. Yəduru məhu haysudar. Mən haqqı bilmək istəyirəm, səni bilmək istəyirəm, ya Əli. Gətiriblər, səhər çağı, Əli əleyhissalam gəlib məscidə. Oyadır, durun, durun, durun. Gəldidir onun qatili də uzanıb burada, üzü aşağı qılıncı görsənməsin deyə bu formada uzanıb onu da vurdu. Dur, azandır. Çıxdı, azan verdi. Özü minarədə Əli əleyhissalam azan verdi və orada deyir, günəşə xitab elədi. Həsrətdə qaldın ey günəş, çıxasan bir dəfə, görəsən ki, Əli yatıb. Özümüzə aiddir birinci bu sözdə. Görəsən, mən də cəsarətlə deyə bilərəm. Düşdü. Gəldi, azan verdi, birinci rəkət, ikinci rəkət deyirlər. Səcdədə olan vaxtı deyir, məlun fürsət elədi, Əli əleyhissalamın başına zərbəti vurdu. Zərbəti vuranda deyirlər ki, Əli əleyhissalamın sözü bu oldu. Fustu və Rəbbül Kəbə. And olsun Kəbənin Allahına, mən nicat tapdım, mən qalib oldum, mən qələbə çalan oldum. Məğlub mən olmadım, məğlub siz oldunuz, sanki demək istədi. Əbanın arasında qoyublar, evə gətirirlər, o qədər qan itirib. Amma evə çatan vaxtı İmam Həsənə, İmam Hüseynə dedi ki, qoyun məni yerə. Niyə? Aparırır da səni. Dedi, yox, evdən çıxanda Zeynəbim məni gələn formada görmüşdü. Zeynəbimin yanına bu formada, əbanın altında daxil olmaq istəmirəm. İstəmirəm ki, məni bu halda görsün, yeriyə daxil olmaq istəyirəm ki, Zeynəbim da qəmgin olmasın. Yer lərzə edib, titrədi gün, ay paralandı. Səs düşdü o gün, məscidə Heydər yaralandı. Baş səcdədə bir yol dedi dincəldim ilahi. Baş səcdədə bir yol dedi dincəldim ilahi. Qanlı üz ilə məhzərvə gəldim ilahi. Ya İmam-ı Zaman, cəddüvün əzalı günüdür, cəddüvün yaralı günüdür.
Mən demirəyəm küfənin balalarını yetim qalan günü yox. And olsun Allah'a hər yerdə, hər zaman nə qədər şiə var, yetim qalan gecəsidir. Yabnel Hasan yaralı sayan, ezalı sayan, güsseli sayan, ezalı sayan. Ağam cəddün ölüb yaralı sayan, Yabnel Hasan, Yabnel Hasan, Yabnel Hasan. Bu gece Gülsüm'e mehmandı Ali, süb açılsa qana qəlçandı Əli. Ver qəmi asar edin əhbabidən, müntəzirdi qəmli məbud abidə. Getməyəydi ey kaş Əli məscidə. Ah o saatdən geyib aləm qaraya, vurdu yol başa o məlun bin yaraya. Koymadı bari namazın qurçara, məzlum Əli elə ki başına yarə dəydi, elə ki başına yarə dəydi. Dedi ya Rəbb gecə vaxtı qapıma gəldi Əli, and ola Kəbənin Allahına ya, dincəldi Əli. Elə ki zərbə dəydi ağamın başına, mübarək qanı axır. Səndən Hüseyin bir kənarında dayanır, elə yana yana baxırlar atacan, ya Əli can atacan. Bir nəfər dedi Hüseyin, Hüseyin gəl məscidin qapısına sarı. Uzaqdan bir nəfər gəlir elə əsəbani, əgər o qəzəblə içəri daxil olsa çox ayrı bir qiyamət olar. İmam Hüseyin ağa gəldi qapıya, gördü uzaqdayan Əbəl Fəzyelə gəlir məscidə sarı. Ya Allah, ya Allah, ya Allah. Məscidə daxil oldu uca boylu ağam Əli şəmşirdə. Gördülər Həzrəti Əli gözlərini açdı. Bala, 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 bala gəl yanıma bala, gəl yanıma bala ya. Bilsən nə dedi? Təhəmmül et, səbr eylə hər bəlaya oğul. Təhəmmül et, səbr eylə hər bəlaya oğul. Qoluvun qüvvəsini sağla Kərbəlaya oğul. Həzrəti Əlini gətirirlər evə. Əziz ustadım buyurdu. Koydular Əlini bir əbanın arasında, bir kilimin arasında. Eyni səhnə təkrar olub. 2 dəfə rozəm inşallah o olar, onu ilə də tamam eləyərəm. İmam Həsən ağa bir kənarında, İmam Hüseyin ağa bir kənarında, Həzrəti Əbən Fəz
Kapıda gözleyen hanım Zeynep nigaran anlam bakır. Amma Hazreti Ali neynedi? Dedi oğlanlarım koyun beni yere ayaklarımın üstünde gidereyim. Saldılar yatağını evde o gün Mevla'nın. Yaresi ağırdı dayanmırdı mübarek qani. Elleri yarenin üstə çağırır Zəhranı. Saldı dildən məni yarə, ürəyim çox sıxılır. Fatimə harda qalıbsan, əmi oğlu yıxılır. Ağam o xəstə halıyla bir göz gəzdirdi sağa sola. Gördü Həsən burada, Hüseyin burada, Zeynep burada, balalar hamı cəm olub. Amma gördü uzaqdan bir dənə də yana yana ağlamaq səsi gəlir məzlumata. Dərdin quyulara deyən ata ya. Səsləndi o səs, mənə xoş gəldi, aşina səzidir. Belə xiyal edirəm, mehriban bala səsidir. Zeynep bu səs nə səsdir? Mənə çox tanış gəlir, çox mehriban gəlir, çox şirin gəlir. Bu evdə xatiri Abbas ləhzə dincəlmir. Ögey bilir özünü, qardaşım evə gəlmir. Ya Əbu Abdillah, ya Əbu Abdillah, İnşallah rozəm budur. Eynən dediyim Hazreti Ali'ni bir elini koydular ebanın arasında. Ustadım, seyyidim, azizler, alimler. Yine bir kenarında ya Hüseyin'di, bir kenarında Ebelfez. Yine kapı ağzında gözleyen hanım Zeynep'dir. Yavmul Aşura eyni sene Ali Ekber'i koymular ebanın arasında ya. Amma fark budur bilirsən ne? Ali Ekber'in taqəti yok idi, halı yok idi. Dizim beni koyun ayaklarımın üstünde gideyim. İmam Hüseyin ağa geldi o balanın başının üstüne. Bir yol səsləndi, ay mənim ədəbli balam. Mən gələndə sən oturmazdın yerə, ay ba ədəb. İndi amma durmursan ayağa, illət nədir ya ləl-əcəb. Gördülər Həzrəti Əli Əkbər istədi o son anıyla bir tərpənsin, bir söz desin. Dedi atacan bu yatmağımda xaliyə səbəb deyiləm. Duramıram ayağa, yoxsa biədəb deyiləm. Ya Allah, ya Allah, ya Allah. İmam Hüseyin ağa ebanın arasında ne kadar cəhd elədi. Hazreti Əli Əkbəri yığa bilmədi ebanın arasına. Ucadan sözləndi, Əbəlfəz hayandasan, balam əllərdə ölür. Gəldi Qəmər bəni Haşim, o cavanlarla gəldi. Neçə dənə cavanlar Həzrəti Əli Əkbəri yığdılar əbanın arasına. Gördülər Həzrəti Əbəlfəz əbadan tutmadı. Sual elədilər, ağa niyə əbadan tutmursan, niyə əbanı sən götürmürsən dedi. Ey cavanlar,
Ey cavanlar, siz əbanı götürün, Həzrəti Əli Əkbəri aparın xeymələrə. Mən də oğlu öləm, belisinə atan. Mən də oğlu ölən, atanın belindən, qolundan tutub gətirərəm xeymələrə. Ya Allah, ya Allah, ya Allah, ey şəhid atası, sizə canım qurban. Bu rozəni hər oxuyanda şəhidlər yadıma düşər. Atadır, düzdür, imamdır, dedi hər nəyim var qurban olsun, amma bir yandan da atadır. Əgər birinin cavanı olsa, seyidlər üzr istirəm hər kəsdən. Çöldə bir cavan görsənə deyər, Allah mənim cavanım da belə gəzərdi, mənim cavanım da belə danışardı, mənim cavanım da belə danışardı, gülərdi. İndi əbanın arasında gətirdi, ata öz bacısı ilə o dərdim bölüşür. Başında yarəni gördüm, əlini yada getdim. Atadı öz dərdini xanım Zeynəblə bölüşür. Bax, Ustad kəlamı nə gözəl yazıb. Başında yarəni gördüm, əlini yada getdim. Elə ağladım qəmindəyəm, mələkuti dadə getdim. Bacı vücudu dağılmış idi, balamı əvadə getdim. Ay bacı, ay bacı, ay bacı. Ay aman, ay aman. Məscid-i Küfədə sultan yıxıldı, səcdədən gəri iman yıxıldı, səcdədən gəri iman yıxıldı. Məscid-i Küfədə sultan yıxıldı, Məscid-i Küfədə sultan yıxıldı, səcdədən gəri iman yıxıldı, səcdədən gəri iman yıxıldı. Ahuva veyla Mevla Əli Can, uca denən ahuva veyla Əli Can, ahuva Mevla Əli Can. Məscid-i Küfədə sultan yıxıldı, hamı denən. Məscid-i Küfədə sultan yıxıldı, səcdədən gəri iman yıxıldı, səcdədən gəri iman yıxıldı. Ahuva veyla Mevla Əli Can. Eşq ilə uca denən ahuva veyla Can, ahuva veyla Əli Can. Səs verin şiələr, vay Heydər öldü. Səs verin şiələr, vay Heydər öldü. Küçələrdə düşüb, hay Heydər öldü. Küçələrdə düşüb, hay Heydər öldü. Hər tərəfdən nida gəldi yetimlər, müntəzir qalmayın da Heydər öldü.
vəzir qalmayında Heydər öldü. Məscid-i Küfədə sultan yıxıldı. Eşqinə səcdədə ləngər iman yıxıldı. Səcdədə ləngər yıxıldı. Səcdədə ləngər iman yıxıldı. Ahu və veyla can, ahu və veyla Mevla Əli can. Bir qılınc yarəsi Heydər başında, bir qılınc yarəsi Heydər başında, can verib Fatihi Xeybər başında, can verib Fatihi Xeybər başında. Rəsti xarəm dedi Vuslu bir Rabbik, baş koyup məxtələ əllər başında, baş koyup məxtələ əllər başında. Məscid-i Küfədə ayak üstesine vurabilir inşallah. Məscid-i Küfədə yıxıldı. Səcdədə ləngəri yıxıldı. Səcdədə ləngəri iman yıxıldı. Ahu və veyla can, ahu və la Əli can. Ta xəbər çatdı beyti Mürtəzaya, ta xəbər çatdı beyti Müstəbaya. Mənzili Heydərə qəm saldı saya, mənzili Heydərə qəm saldı saya. Məscidə sarı qaçdı üç balası, Zeynəbi səsləndi vay Heydər öldü. Zeynəbi səsləndi vay Heydər öldü. Ahu və veyla, ahu və veyla. Məscid-i Küfədə sultan yıxıldı. Məscid-i Küfədə ay maşallah eşqinə. Məscid-i Küfədə səcdədə ləngəri yıxıldı. Küfədə sultan yıxıldı. Ahu və veyla can, ahu. İmam-ı Səqələynə Siracul Hərəmeynə, İmam-ı Səqələynə Siracul Hərəmeynə. Hamı şiyələrindən, hamı şiyələrindən Hüseynə Hüseyn şəmsi hüdadır, zəbihəm beqəfadır, rəisi şəhədadır. Hüseyn pənci tən içrə gülü əhli kisadır. Hamı şahlar Hüseynin qapısında gədadır, qapısında gədadır. İmam-ı Səqələynə, İmam-ı Səqələynə Siracul, hamı şiyələrindən, hamı şiyələrindən. Hüseynə dəri qiblədə Musa, səri səhnidə İsa, onun kəşfikənində
duran Həzrəti Yəhya süpürər hərəminin yerin türeyi hura, siler qəbri şərifin tozun Məryəmi sonra. Kızıl gümbədin her gün seher nur ola beyza, Muharremler olanda gelen Hazreti Zehra, kesilmiş boğazından Hüseyin'in öper eyvah, Hüseyin'in öper eyvah. İmam-ı Segaleyn'e hamı şiyelerinden son Hüseyin'e, Hüseyin Halik'e qalu belada dedi lebbeyk, ona heyyü tevanam nidada dedi lebbeyk, peygamber ona erşi Xuda dedi lebbeyk, Nebiyan-ı müezzem duada dedi lebbeyk, kader da dedi lebbeyk, qaza da dedi lebbeyk, məqam etdi xaki şəfada dedi lebbeyk, dayanmışdı cüdada, cüdada dedi lebbeyk, Hanım Fatıma bağı safada dedi lebbeyk, Rezi'at-ı qazaik rizada dedi lebbeyk, melekler o cinane semada dedi lebbeyk, dili Məhkədə əqdəz bənada dedi lebbeyk, ona Zemzem-i Merva safada dedi lebbeyk, safada dedi lebbeyk. İmamız eşkine Segaleyn'e Siracul Hareme bir de imam, Siracul Haremeyne selam olsun Hüseyin'e, selam olsun Hüseyin'e, sana ruzi ezelde bela defterin ağlar, baban Seyyid-i Taha öper leblerin ağlar, tutub elde su cami Şəhi Kövsərin ağlar, vətəndə gözü yolda qalan ellerin ağlar, Neysani'də düşmüş iki şəhbərin ağlar, Əbəl Fəzl-ü Dilavər hünərpərvərin ağlar, Bəhar-ı İrəmində solan güllərin ağlar, sənə bürcü bəladə batan əxdərin ağlar, Həbib ibn-i Məzahir qoca nökərin ağlar, kömək axəri vaxtda gələn zəfərin ağlar, Əli Seyyid-i Sacid, Əli bənzərin ağlar, qoyub sinənin üzdə başın əsğərin ağlar, Əli əsğərin ağlar. İmam-ı Segaleyn'e, İmam-ı Segaleyn'e Zul Haremeyne, hamı şiyelerinden Sun Hüseyin'e, hamı selam olsun Hüseyin'e, göyler sana ağlar Hüseyin, yerler sana ağlar Hüseyin, Zahra eliyər Zemzem'e, Heydər sen ağlar Hüseyin, göyler yerler Hüseyin, Zahra Heydər sana ağ... Əlləri qaldır, gözəl sinə vur, dolanar ay keçər il, yetişər mah-ı Muharrem, bürünər qara libasa, Hüseyin eşqində bu aləm, bu əzada kimlər ağlar, ürəyin qəminə dağlar, üzünə ruzi cəzada, bağlanar babi cəhənnəm, göylər
Zəhra eləyər zəmzəmə Heydər sən ağlar Hüseyn göylər. Ay maşallah yerlər eləyər zəmzəmə Heydər sən ağlar Hüseyn. Bir padişah var Hüseyindir, mən huzurunda gədayəm. Bir padişah var Hüseyindir, mən huzurunda gədayəm. Özümü dərk eləyəndən aşıqi Kərbəlayəm. Özümü dərk eləyəndən aşıqi Kərbəlayəm. Bu fəna cahanda Rəbbim nə qədər ömür veribsə, bu sözümlə, bu səsimlə nokəri bəzmi Hüseynəm göylər. Sən ağlar Hüseyn Zəhra eləyər zəmzəmə Heydər sən ağlar Hüseyn göylər. Sən ağlar Hüseyn Zəhra sən ağlar Hüseyn. Ya Hüseyn zikri gələndə gözümün yaşı dayanmaz. O gözəl ad çəkiləndə qəlb necə qana boyanmaz. O gözəl ad çəkiləndə qəlb necə qana boyanmaz. O adın vurğunuyam mən, o adın aşıqıyam mən. Ta ölüncə sözüm olsun, eşqivin sadiqiyəm mən göylər. Ay maşallah yerlər Hüseyn Zəhra zəmzəmə Heydər lan Hüseyn göylər yerlər sən ağlar Hüseyn Zəhra. Esselamu aleyke ya Ebu Abdillah ve alâ nervâhilleti yellet bifinaik. Aleyke minni selamullah ebeden ma begitu ve begiyel leylu ven nehar. Ve la cealahullahu ahirel ehdi minni لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Allah bizleri İmam Hüseyin'den ayrı salmasın inşallah. Seyyidim, yox ümidim öz ibadətlərimə dil sərdəm. Sənə göz dikmişəm amma ürəyi por dərdəm. Baxma ol zahidə ki cənnətə xoşdur hərdəm. Cənnətə bir baxışın versəm əgər namərdəm. Bax mənə ol dəmi axər evin abad Hüseyn Zəhra balası. Bir dənə bu bəndən dua eləyərəm inşallah tamam olar. Dərdimiz vardı ağa, dərdə dəva istəyirik. Eşqimiz vardı Hüseyn, hökmü şifa istəyirik. Demirəm Məkkə və miqat-ı mina istəyirik. And ola Zeynəbə biz Kərbəla istəyirik. Hara cənnət, ora bənzər evin abad Hüseyn. Allah bu cəmət zinən ərbəyin nəsib eləsin. Allah bu cəmə
bəqi ziyarəti İmam-ı Zamanın imamətliyi ilə nəsib eləsin inşallah. Hər kim nə müşküllə gəlib, Allah bugün, bu gecədə bizləri əllərimiz boş, naümid geri qaytarmasın inşallah.